17-ci əsrdə ondan varlı rəssam yox idi. O barokko tərzinin simvolu idi. Kralların rəssamı idi. Onun öz gözəllik kriterləri vardı. 4-cü Filip ona zədəgan titulu, 1-ci Karl isə cəngavər adı vermişdi. Dünya vətəndaşı, diplomat, çox bacarıqlı, işgüzar bir insan Peter Paul Rubens. Uşaqlıq dövründən onun çox gözəl yaddaşı vardı. Bir neçə dil bilirdi. Ona görə uşaq vaxtı zəngin zadəgan bir xanımın yanında yardımcı kimi işə düzəldi. Yüksək cəmiyyət davranışlarını o zaman öyrəndi. Yeniyetmə dövrü təhsil almağa başladı. Düz 10 il rəssamlıq üzrə təhsil aldı. O köhnə rəssamların əsərlərinin sürətini çıxarmağı sevirdi. Rubensi azad rəssam kimi müqəddəs Luka liqasına daxil etdilər. 1600-cü ildə o İtaliyaya getdi. Orada 8 il qaldı. Gerçog sarayında xidmətə düzəldi. Səyahətə çıxaraq Gerçog üçün tablolar toplayırdı. Həm də özü də portretlər çəkirdi. Bax bu markizaların portretləri kimi. Səyahətdən geri qayıdanda artıq o çox məşhur idi. Gerçog onu saraya, saray rəssamı kimi işə qəbul etdi. Rəssam İzabella adlı xanımla evləndi. Onlar 17 il birlikdə yaşadılar. Bu tablo onların evlilik avtoportretidir. 3 övladları oldu. Rubensin bir qızı gənc vaxtı dünyasını dəyişdi. Xanımı isə vəbadan vəfat etdi. 53 yaşlı rəssam 16 yaşlı Elena ilə evləndi. Ölənə qədər onunla yaşadı. Rubensin gözəllik kriterləri balıq ətli, kök qadınları idi. Deyilənlərə görə bu tabloda gözəllərin biri onun xanımıdır. Rubens Kraliçə Medici üçün əsərlər yazmışdı. Rəssam 62 yaşında vəfat etdi.